Hal-hazırda stolda gördüyünüz xəstə Azərbaycan rayonlarından gəlmişdi bizə. 47 yaş var, qarın boşluğunda törəmə, uşaqlıqda törəmə, yumurtalıqda törəmə diaqnozu ilə laparotomiya əməliyyatı aparıldı. Əməliyyat zamanı uşaqlıq artımlarla birlikdə total ekstirpasiya olundu, pi toxumasından rezeksiya olundu. Əməliyyat uğurlu keçdi. Ondan ikinci etapda demək, qarnın ön divarında piylənmə 4-cü dərəcə olduğu üçün yaranın sağalma nəzərə alaraq plastik cərrah dəvət olundu əməliyyata. Eyni zamanda qarnın ön divarında sallanmış dəri pi toxuması ilə birlikdə xaric edilir. Əməliyyatımız uğurlu keçir, xəstə kafi vəziyyətdədir. HCC Clinical Hospital, sağlamlığınızı bizə etibar edin.